Biz sabit cəryanı necə tərif vermişdik? Cəryanın müəyyən zamanda qiymət və istiqamət dəyişmir. Cəryanın qiyməti və istiqaməti zamana görə dəyişmişsə, belə cəryanı necə dəyərli adlandırılır? Sabit. Və i-nin t-dən asılı tərkibinə tərif vermişdik. Konstant. İndi isə baxırıq. Dəyişən cəryan. Buna nə tərif verərik? Onun əksi. Xaldə nə tər olar? Dəyişən cəryan tərifi. Heç olmasa ən azı bir sənə dəyişir. Və ya təkcə qiyməti mi? Bəli. Deyir ki, zamana görə cəryanın qiymət və istiqaməti dəyişirsə, belə cəryan adlanır, dəyişən cəryan. Bizim hal-hazırda məişətdə istifadə edilmiş, hal-hazırda vurulan falanımız yanı. Bu dəyişən cəryan da sabit cəryan. Dəyişən cəryan. Axı biz niyə görmürük onun dəyişməsini? O 0,1 saniyə gedib gəlir. Bəli, bizim məişətdə istifadə edilmiş cəryan 50 Hz-dir. 50 Hz-dirsə tezliyi periyoda 0,2 saniyədir. Sanki Lord ilə belə başa düşün, bax. Bu düşünürü götürsə bunun arqın bir səsini 0,1 saniyə belə gəlir cəryan, 0,1 saniyə belə, 0,1 saniyə belə, 0,1 saniyə belə. Və bu 0,1 saniyə ərzində gərginlikli cəryan şiddəti 0-dan maksimala qədər artır, sonra seyirliyi 0-a qədər azalır. Budur. İnstrument induksiyası və rəqsləri sayıla bilər dəyişən cəryan. Zaten dəyişən cəryan nəyin nəticəsində alınır? İndi ona baxın. Yəni cəryan nəyin nəticəsində alınır? Dəyişən cəryanı almaq üçün uşaqlar nədən istifadə edirlər? Dəyişən cəryan generatoru. Dəyişən cəryan generatoru. Nədir dəyişən cəryan generatoru? O kitabda da şəklimiz var. İndi onlar şagirdin müstəvidə çəkir. Mən belə çəkəcəm. Bu N olsun. Elə bu tərəfdə S olsun. Burada bir dənə çərçivə qoyuram. Bax, adi, məsələn, 2 gün qabaq burada bizdə yox, 6-cı gündə işıqlar sönmüşdü. Bilək bizdə bu şey. Burada bir ara generator qoydular şeyləri işlətmək üçün. Kassalardalı işlətmək üçün. Generator nədir ki? Nə işə yarayır? Elektrik enerji istehsal. Yaxşı, orada proses nə baş verir? Onu nə ilə işlədirlər? Öz daxili. Benzin durur. Benzin nə isə yarayır orada? Benzin yanır, necə maşın işləyir? Aha, bəli, eyni maşındakı prinsipdir. Avtomobilin daxili yanma mühərriki var da. Eyni prinsipdir. Benzinin orada yanması nəticəsində nələrsə fırlanır. Yəni, nə fırlanır? Sonuçda nələrsə fırlanır, sonuçda nə yaranır? Nə var burada? Çərçivə. Yəni, o benzini yandırmaqdan məqsəd bu çərçivəni fırlatmaqdır. Çərçivəni fırlatsaq nə olacaq? İndi düşünün ki, biraz burada bizim akıllı şarjistlərimiz bunu əziblər. Bunu bir şey görmüşdür. İndi düşünün ki, bu bizim çərçivəmizdir. Amma bu hissəsi bir dənə açıqdır. Elə, indi hal-hazırda induksiya xəttlərimiz hardan hara yönəlir? N-dən S-ə, belə. Elə, hal-hazırda bu çərçivənin içində induksiya xəttləri keçirmi? Keçmir. Hardan keçir? Bu halda keçmir. Elə, indi mən bu çərçivəni fırladıram, belə. Neyinir? Artır mı? Dəyişir mi? Dəyişirsə bu konturda nə yaranacaq? Cəryan. Sonra yenə davam edən fırlamaq. İndi nə edir? Azalır. Bizə artıb azalması önəmlidir ki, elektromagnetik cəryan yaranmasının sadəcə şərt nə idi? Dəyişmə. Yenə sıfıra qədər düşdü. Belə. Sonra yenə fırlayıram, nə edir? Artır. İçindən keçən induksiya xəttlərinin sayı artır. Say artırsa, elektromagnetik induksiya nəticəsində cəryan yaranırmı? Və ya azalanda yaranırmı? Yəni siz düşünün ki, bu çərçivədən bir dənə deyil. Yüzlərləndir. Birini belə qoyub, birini belə qoyub, birini belə qoyub, birini belə qoyub, birini belə qoyub. Yəni, biz belə düşünün də elə bir şey. Belə çoxlu şəxsində bu çərçivələrdən çoxlu yerdə yığıblar. Və hamısında elektromagnetik induksiya nəticəsində cəryan alınır. Yəni, n dənə cəryan çərçivə var. Məsəl üçün, birindən tutaq ki, 1 volt gərginliyi alırsa, mən 100 dənəsini qoşmuşamsa, 100 volt. Oldu, elektrik hərəkət qüvvəsi nə qədər idi, nətər idi? Delta fi bölək delta t deyildi mi? Elə ki, Y bərabər idi delta fi bölək delta t. Elə ki, bu bir dənəsində modul lazımdır mənə. Elə, bu bir dənəsində yaranandadır. Biz vururam buradan n-ə, n-dən. İndi bax, bizə bu Mingəçevir su elektrik stansiyası var, ha. Heç o bəndin zadı görmüşsünüz, görmüşsünüz. Yəni, nə boydan orada bənd var. Ya da adı, məsələn, internetdə girin baxın, su elektrik stansiyası hansısa bir dənə yazın. Qarşısında nə boydan bəndlər var. O boydanan bənd, o boydanan milyonlarla xərc suyun qarşısının kəsilməsi nə üçündür? Nə üçün istifadə edilir o? Suya potensial enerji vermək üçün. Vəssalam.
Su, üst-üstə yığılmış enerji hansı şey, su hansı enerjiyə malikdir? Potensial. Və yuxarıdan su müəyyən bir borular vasitəsilə aşağı doğru göndərilir. Belə suyun potensial enerjisi nəyə çevrilir? Suyun kinetik enerjisinə. Suyun kinetik enerjisi nəticəsində belə deyirik, suyun kinetik enerjisi. Nəysə orada çarx, fal, nəysə fırladırmı? O fırlanma nəticəsində dediyimiz bu çərçivələr içeriyə fırlanır, nəticədə elektromagnetik yüksək nəticəsində cərəyan yaranır. Bu qədər prinsip onun içindir. Ya da adi günəş, külək turbinləri deyək də, elə həmin prinsiplə işləyir. Külək onu fırladıqca, bu da fırlanır, elə nəyisə də fırladır, onun fırlanması nəticəsində nə yaranır? Elektrik yaranır. Bütün prinsip, yəni sadələşmiş formada çək, bütün prinsip bunun üzərində işləyir. Oldu mu? Deməli, burada bizim dediyimiz hansı hadisə nəticəsində cərəyan yarandı? Elektromagnetik induksiya hadisəsi. Deməli, dəyişən cərəyan, buna deyirik dəyişən cərəyan generatoru. Dəyişən elektrik cərəyanı harda alınır? Generator. İş prinsipi nəyə əsaslanır? Elektromagnetik induksiya hadisəsinə. İki dənə əsas hissədən ibarətdir. Stator və rotor. Rus dilində stoyat nə deməkdir? Dayanmaq. Tərpənməli, istər dayanmış, istər stator. Bu da bizim, yəni bu hal-hazırda bizim şəxsimizdə maqnit, belə deyim də, sabit qalmış maqnitdir. Bu yaxında bir soruşdu. Bu eyni. Bəs rotor nədir? Tam bu soruşun. Fırlanan hissə. O, tamam. Rotor. Verdim en də statordu. Və bunları nə edirlər? Bura bir kontaktlar qoyurlar. Və cərəyan hər dəfə gəldikcə, cərəyan bir dəfə belə gedir. Qaçı, bunu məsəl üçün belə düşünək də. Belə düşünsən, nəysə buraya bir lampa qoysan, tutarsın. Cərəyan bir dəfə belə gedir, bir dəfə belə gedir. Bir dəfə belə gedir, bir dəfə belə gedir. Səsmən fırlanma tezindən olaraq. Bəs adi məsələn belə şeylər var idi, cif fənərlər var idi, indi də bəlkə var. Nətərdir? Heç bir bateriya kassaları yoxdur, heç bir zərət tezlə qoymuşsan. Əlinlə belə sən sıxdıqca, məşq edən kimi şey içsən. Sən sıxdıqca, bir nəsə belə sıxırsan, şey işıqlanır orada. Üstündəki lampa işıqlanır. Niyə? Sən sıxma nəticəsində nə yaranır? Nəysə fırladırsan, orada hətta xıcıltını belə keçsən istəyən, fırlanır. Fırlanma nəticəsində nələrsə fırlanır içəridə və balaca bir maqnitə yerləşir və elektromagnetik nəticəsində orada şey alır. Balaca bir lampanı işıqlandıracaq qədər cərəyan yaranır. Oldu? Var mı çətinlik? Əminsiz? Yaxşı. Bu oldu dəyişən cərəyan generatoru. Dəyişən cərəyan generatorunda fiilimiz tutarsın ki, zaten bir fiilin üstünü nətə yazmışdır ki, B, S, kosinüs alfa deyil mi? Bu arada lazım olsa uşaqlar, fiilini yazası olsam, B, S, buradakı şeylərin sayıda deyir ki, N dənədir. Elə vura bilərik? Aha. Bu arada indi fiilimiz deyir ki, kosinüs qanunu ilə dəyişir. Fi maksimum kosinüs omega T. Qrafiki nətər çəkirəm? Kenar verir. Bu fiilin qrafiki. Və biz demişik ki, elektromagnetik induksiya nəticəsində Elektromagnetik induksiya nəticəsində əlavə olaraq 5 cif yaranır və o nə? Y nəyə bərabər? Yenici saplayın. Y bərabərdir delta fi böl delta t, fin də yerinə eli yazır. Ya da fiilin tərəfi yox, eli deyil burada. Törəməsini deyirsən. Yəni nətər oldu? EHG bərabər delta fi böl delta t, vurulsun n ola bilər, fin törəməsi. Y bərabər fiilin törəməsi. Düzmü deyil? Bəli. Fiilin törəməsi. Mənfi fin törəməsi. EHG bərabərdir əşarına fiilin törəməsi. Elə? Yaxşı. Bundan indi bu nəticə olaraq törəməni alın görün. Yazın, burada o yazın, baba. Y bərabərdir mənfi fiilin törəməsi. Fiilin də tənliyi vermişəm belə. Tənliyi yaz, qrafikini çək. Bəli. Deməli, Y əşarına fiilin törəməsi deyilmi? Mənfini saxlayıram qabaqda. Yaxşı, törəmə alası olsam, fi maksimum olduğu kimi qaldı. Bura omega t'nin törəməsi omega. Bura kosinüsün törəməsi. O da nə eləyir? Mənfi sinus omega t. Bəli, orada 2 mənfi. Aha, EHG nəyə bərabər oldu? Fi maksimum. Bura omega, bura sinus omega t. Bu arada biz nə demişdik? Nəyin tənliyini yazırsan yaz, sinusun, kosinüsün qarşısındakı əmiyyət nədir? Onun maksimalıdır mı? Hal-hazırda Y maksimum nəyə bərabərdir? Maksimum omega. Aha.
EHG'nin maksimal qiyməti fi maksimum vuraq omega. Lazım olsa fi maksimum vuraq 2 pi bölək periyot və ya 2 pi yaza bilərik. Sarğıların sayından danışasın olursa y maksimum bərabər nəyə? Fi maksimum omega vuraq n. Oldu mu? İndi sual. Əli, sən törəmə bilirsən də sizən. Əli, sən mənə dinən gülüm, EHG qabaqdadır yoxsa fi qabaqdadır? Nəsə bərabər, bu kosinus funksiyası, o sinus funksiyası. Qayda biz demişdik, nə fərq demişdik ona? Kimdən törəmə alırıqsa, o. Kimdən törəmə alırıqsa, o geridə, törəmənin nəticəsi qabaqda. Onda mənə nə tər olacaq qızım? Törəmənin nəticəsi qabaqdadırsa, onda burada bu şey EHG qabaqdadır. Düzmü deyir? Düz deyir? Yoxsa yox? Elna düzmü deyir? Sən nə deyirsən qızım? Gülbə. Yəni, bunlar iki yoldaş iddia edirlər ki, EHG fi'dən qabaqdadır. Onlar haqlı mı deyirlər, düz mü deyirlər, yoxsa həmişə kim səhv deyirlər? arada oluyor. Öyle dedim, mən nə edeyim ki? Hə, Hiç evde olmadı yani hepsi. daha qabaqda olmalı. Turan, Fi EHG'den daha qabaqdadır. niyə? Nasip edelim. Hə, informasiya verirsən, düzəməlli ver, da. Konspekt mantığı yapacağım da. Aha, Gülnar baxdı, məncə çox gözəl bir kurikulum şeydir, va. Məncə, aha. Qabaqdadır, çünki bu mənfi olduğu üçün avtomatik aşağı düşür. Ona görə Normalda törəmənin nəticəsi qabaqdaydı, amma bunun qabağında bir dənə də mənfi var. O bölmədə də mənfi dəfə böldə deyildi. Yenə mənfi var idi. Orada mənfi şey, o elektromanik şey, mexanik rəqslərdə bir şey var idi. Yox idi ki. Elektromanik rəqslərinin qabağında mənfi yox idi ki. Hətta gəl qrafiki çəkərək baxaq, bax qızım, görə bilmirsənsə. Əgər EHG-nin qrafikini belə verdinsə, nə aldıq biz bu tənliyi üçün? Sinusdan aldıq. Budur da. Fi'nin qrafiki sinus aldıq da. Hə, siz alın. Y və EHG bərabərdir maksimum qiymət sinus omega t. Fi'nin tənliyi nətərdir? Fi'nin tənliyi nətər, qrafik nətərdir? Hə, kənar vəzdə başlayır. Aha. Bax, EHG-dən bu dəftərməni versin. EHG-dən 1/4 periodda, yəni pi bölü 2 qədər qabağa Qabaqda gəlsin. olmaq o deməkdir ki, O tərəfə doğru. daha tez gedir. Ha, daha tez, bəli. EHG-dən 1/4 period qədər bura Geri gəlsin. qalıb onda. Bəli. Tamam. Deməli, onda bax, həmişə alışmışdıq biz nəyə? Kimdən törəmə alırdıqsa o geridə, törəmənin nəticəsi qabaqda. Elə, amma bunun qabağında mənfi işarəsi olduğuna görə vəziyyət dəyişdi. Yəni, törəmədən bir dənə qabaqda mənfi işarəsi olduğuna görə vəziyyət dəyişdi. Deməli, EHG geridə, pi qabaqdadır. Hə, tamam. Oldu. Deməli, elektromaqnit rəqsləri zamanı maqnit rəqsləri, elektrik hərəkət qüvvəsinin rəqslərinin pi bölü 2 qədər nə edir? Qabaq. Dəyişən cərəyan işlədicilər qoşulur. Nələr qoşulur? Birinci qoşacağıq növbə ilə müqavimət, bildiyimiz rezistor. İkinci kondensator. Üçüncü sarğac. İlk öncə müqavimətdən başlayaq. Rezistor. Bundan sonra adlandıracaq, bildiyimiz müqaviməti indi bundan sonra adlandıracaq nə? Aktiv müqavimət. Nə deyəcək adına? Bildiyimiz rezistor. Aktiv müqavimət. Biz sabit cərəyan olanda burada nə fərq edirik? Burada bir tərəf müsbət, bir tərəf mənfi qoyuruq. Amma artıq dəyişən cərəyan, yəni qabağa var işarə qoyacaq ki, bu dəyişən cərəyandır. Bura R, bildiyimiz müqavimət. İndi deyirəm ki, məsəl üçün, dəniz, bir dənə sinusla, kosinusla, gərginlik üçün tənlik edin, ürəyin istəyən tənlik edin. Gerçiliği için Aha, U beraberdir U maksimum kosinüs omega t. bəli. U bərabərdir U maksimum kosinus U maksimum kosinus omega t. Biz cərəyan şiddətini necə tapırdıq? Dördüz hissəsinin 10 qanunu.
Şey. U belə, evet. I maksimum nətə yazıram? I bərabərdir U belə yerdir. Eyni şəkildə I maksimumda U maksimum belə yerdir. İndi neyim? Cəryan şiddətinin üstünü yazmağa çalışıram. I bərabərdir U belə yerdirsə, I bərabərdir nə yazacaq? U maksimum bölə bura sinus, yox, kosinus omega t. Razıyıq mı? U maksimum bölə nədir çidir? Deməli, onda I nəyə bərabər var? I maksimum kosinus omega t. Gəlin qrafikimizi çəkək görə. Bunun üçün qrafikimiz nətər olar? I üçün. Nətər çəkirəm? Kosinus. Oy. Öldürürlər ya adamlar. Biz belə sayılan cəzaya qalmışıq. Təbii ki, olmalı. Bəs yaxşı, onun tənliyi nətər yazdır? Bunun qrafik olacaq. Nətər dedik? Kosinus. Mən həmişə bu maksimum yerə nisbət kosinüsü verir, yoxsa Nətər? Onun tənliyi, sorudan yanında. Onun tənliyi bilədimi? Nə qoşulub? özünüz elə vermişsiniz? Ha, dəniz elə bildi, dəniz elə istədi. I bərabərdə U belə yer deyilmi? I maksimumda eyni şəkildə U maksimum belə yer deyilmi? Razıyıq. Biz yaxşı. I bərabərdir U belə elə ki, neyini? İ'ni tapmaq üçün onu elə bölmürəm. U buna bərabər deyilmi? Böldüm, bunun yerinə nə qoydum? I maksimum. Onda kim qabaqdadır? Eynidir. Hepsi eyni cür dəyişirmi? Deməli, onda deyə bilərikmi ki, aktiv müqavimət qoşulduqda, cəryan şiddətli əksəri ilə gərginlik əksəri fazaca üst-üstə düşür. Yəni, heç kiməsindən qabaqda deyil. Üst-üstə düşür, bu deməkdir. Heç kiməsindən qabaqda deyil. Məsəl üçün, i'nin qrafikini belə çəksəm, tutaq ki, burada kosinus verilmişdir də. Tutaq ki, sinusla çəksəm, onun qrafiki nətər çıxacaq? O da sinusdan, amma bir dənə fərqinə. Baba, elə bir dənə üstündən buradan bir incə U gedim, elə. Baba, deyirəm ki, R də birdən böyük olsun. R birdən böyük olsa, O maksimum, I maksimumdan böyük olar da. Bizim, bu birdən böyük olsa, o i'dən böyükdür də. Onda bunun qrafiki nətər olacaq? Eyni ilə bununki kimi sinus, baba, eyni yerdə başlayıb, eyni yerdə bitirir, bir dənə amplitude nə olacaq? Çox. Ədəmcik belə. Bu şəkildə gedəcək. Oldu? Sadəcə eyni təfər nə olacaq? Böyük olacaq. Elə, bilməcək yenə. İndi davam edək. Bizə tez-tez belə bir şey deyəcək. Cəryanın təsir edici qiyməti ya da gərginliyin təsir edici qiyməti. İndi biz hal-hazırda deyirik ki, bizim məişətdə istifadə edildiyimiz gərginlik nə qədərdir? Deyirik 220 volt. Bu nə deməkdir? Yəni, mən buradan bir şey açıb, rozetkanı açıb, burada belə bir voltmetr birləşdirsəm, o göstərəcək 220 volt. İnanın. Sonra voltmetri açıb, əlimi tutsam, bayaq şeyin çəkdiyi saçlar kimi pırpız saçlar olsa, mən nə qədər gərginlik hiss edəcəm? 220 volt. 220 volt. Yəni, təsir edici qiymət. Yəni, mənə, sənə, ona, nəyəsə başqa şey təsir edən qiymət. Elə? Deməli, belə bir şey deyir ki, voltmetrin və ampermetrin göstərdiyi qiymət təsir edici qiymətdir. Amma maksimalı deyil. Təsir edici qiymət həmişə maksimumdan aşağıdır. Maksimalı necə hesablayırlar ya da təsir edici necə hesablayırlar? Həmişə istər cəryan şiddətində, istərsə də gərginlikdə təsir edici qiymət maksimal qiymətdən həmişə kökcə 2 dəfə kiçikdir. İndi hardan çıxıb deyəcəyik? Deməli, təsir edici qiymət həmişə maksimal qiymətdən kökdə 2 dəfə kiçikdir. Bax, bu, mən ampermetri qoşsam, bu I, ayan bax, bu I, ampermetri qoşsam göstərəcəyi qiymətdir, ya da mən toxunsam mənə təsir edən qiymətdir. Deməli, ampermetrin, voltmetrin göstərici hansı qiymətdir? Təsir edici. Bunlarsa maksimalıdır. Deməli, bizim hal-hazırda gərginliyimiz tutaq ki, təsir edici qiymət deyək ki, 220 voltdur. Maksimalı nə qədərdir? 203 kökdəki. Kökdəki indi 1.4 götürsə, təxminən neçə gəlir çıxır?
Bacararsınız. Elə bir şey. 330. Ha? 330. Hardasa Onda o bir civarlarda. aşağı. 290. Hardasa bir deməli 220, yarısı 110, hardasa 100 deyək də, hardasa 300 neçəsə, 310-a yaxın bir şeydir. Maksimal qiyməti odur. Deməli bizim cəryanımız, gərginliyimiz sıfırdan %1 saniyə ərzində sıfırdan qalxır deyək ki 330-a, məsələn 310-a, belə deyək 310 götürək. İndi 1,41 nəzərdə var da. 310-a, sonra düşür sıfıra, sonra təzəldən növbəti 0,1 saniyə ərzində, sıfırdan bir demişdim, 0,1 saniyə. Növbəti 0,1 saniyə ərzində yenə qalxdı 310-a, düşdü sıfıra. Onu duyun. Və ya kosinüsdən təsəvvür edirsən 310-dadır. 0,1 saniyə ərzində sıfıra düşdü və həmin 0,1 saniyə içində qalxdı yenə 310-a. O qədər sürətli dəyişir ki, yəni biz onun dəyişməsini hiss edə bilmirik. Yəni bu normalda cəryan artıb azalanda lampa nə etməlidir? Sönüb belə deyək, işıqlanma artıb azalma. Amma bu proses o qədər sürətli gedir ki, biz onu sabit görürük. İyi təsir edir. İyidir, o da təsir edir və yox qiyməti. Təsir. Yaxşı, bu hardan çıxır? Hardan çıxır? Deməli deyirik ki, normalda sabit cəryan keçəndə nabildə ayrılan istilik miqdarı nətər hesablayırdıq? Şubə, A-yə bərabər. I kvadratı R değil mi? İndi bu şeydir, sabit cəryan keçəndə idi. Elə indi dəyişən cəryan keçəndə Orta. bunun A yaşa, I ortada nə tər olacaq amma? Bir istilik miqdarını istifadə edəcəksən maksimalına görə, bir də minimalına görə. Maksimalı nə qədər olacaq? I maksimum kvadratı R T. Cəryanın minimum olduğu anda qiymət neçədir? 0. Üstə görək 0. Elə iyi maksimum. Zaten dəyişən kəmiyyətin nəyini hesab edib biz həmişə? Orta qiymət. Orta qiymətini toplatmaq üçün nə edirik? Bəli. Oldu. Deməli, dəyişən cəryanın, bax bu təsir edici qiyməti də ümumiyyətlə ayrılan istilik miqdarı, dəyişən cəryan içində ayrılan istilik miqdarını necə tapırıq? Deməli, i-nin qiyməti daim artır, azalır. Biz hər bir anda onun qiymətini tapıb hesablaya bilmirik və hamısını sonradan eləyə bilmirik. Onun üçün nə edirik? Bir maksimalını götürürük i-nin, bir də i-nin 0 olan halda, yəni minimum olan, bizim halımızda 0. Maksimum olanda nə yazacaq? I maksimum kvadratı R, T. I də minimumda 0'dır. 0 vurulmuş, 0'ın kvadratı R, T. Bu nə eləyir? Yaxşı gizim var. 0'ın kvadratı R, T. Aferin. Bu iki dənə dəyişən kəmiyyət həmişə nə edirik? Orta qiymətinizi tapırıq. Ən böyüyü ilə ən kiçiyini toplayıb 2'yə bölürük. Ən böyüyü bu, ən kiçiyi bu. Toplayıb 2'yə böləndə onda i kvadratı R T bərabərdir nə olur? I maksimum kvadratı R T bölünmüş 2'ye. Buradan da R T'lərimiz gəlsə i nəyə bərabərdir? Kök hakkında iyi maksimum bölür. İ bərabər. i'nin kvadratı bərabərdir. I maksimum kvadratı bölə 2. Ben de dedim. Kök al. Kök altında. İşte, Görebilirsiniz. hə. İyi beraber dedik. Kök altında iyi maksimum bölüsün 2. Yaxşı, kök altında i maksimum kvadratı Oldu. Maksimum bölü. Olarak katılmışam da kalan düzeydi. Verdik. eyni şey o maksimumunu yaza bilərik. Var. Oldu mu? Evet. Deməli, təsir edici qiymət hansıdır bildikmi? Təsir edici qiymət indi başa düşsəz nə güzel, düşməsəz də problem deyil. Təsir edici qiymət nədir? Tutaq ki, bir dənə naqil götürür. Bu naqildən bir dəfə sabit cərəyan göndərirlər, bir dəfə də dəyişən cərəyan göndərirlər. Və hər ikisində ayrılan istilik miqdarı eynidirsə, sabit cərəyanın həmin anda aldığı cərəyan şiddətinin qiyməti təsir edici qiymətdir. Zamka gedir. Bildim elə, gözünə baxalım. Deməli, bax, mən neynədim? Bu sabitdə oldu, Bir de sabit gönderdik. bu isə dəyişən oldu. Ha tamam. Deməli, hər ikisində küylər nə olmalıdır? Beraber. Bərabər. Deməli, deyir cərəyandan bir naqildən bir dəfə sabit cərəyan. Bir dəfə də de dəyişən cərəyan keçirsə, sabit cərəyanda nə qədər, dəyişən cərəyanda nə qədər istilik miqdarı ayrıldısa, sabit cərəyanda da o qədər istilik miqdarı ayrılırsa və həmin anda cərəyan hansı qiymət almışdı? I. He. Həmin i-yi adlandırır təsir edici qiymət. Ters.
Ben riyazi əməli bildim. Düşə bölməlidir. O sıfırın kvadratı, sıfır orada idi. Hə. O niye sıfır? Bir de bu noktada i'nin qiyməti, ən kiçik qiyməti neçədir? Biz bir ən böyüyünü götürürük, bir də ən kiçiyini götürürük. Məsələn, orta sürət nəsə tapırdıq. Ama bilirəm, o riyazi əməllər. V sıfırdır, üstə gəl sonu bölə 2-də. Ben onu bildim. Bu son sıfır oradan geldi o zaman. i burada neçədir? Sıfır. ha. i sıfır olanda baba Xalid üstünə yazmışdım Tamam, bunu. o əməli de bildim. Başa düşdük? Oldu. Qeyri-adi bir şey var. İndi sual verirəm. Bax, sənə tez sual verəcəm. Ən azı bir 15 sualım var buna aid. Deyir ki, diqqətlə qulaq as qızım. Dəyişən cərəyanda tezliyi, Amerikan yerinə lazım olsa nə yaza bilərsiz uşaqlar? Aha, 2 pini. Tezliyi qızım 3 dəfə artırsam, aktiv müqavimət necə dəyişər? Cərəyan şiddəti necə dəyişər? Səma cavab verir. Aktif muqavimət hansıdır? Orada. Ne artırır? Dəyişən cərəyanda tezliyi 3 dəfə artırdım. Cərəyan tezliyi. Ha? Amək 3 dəfə artır. Aha. Bir müqavimət, bir də cərəyan şiddəti. Nə deyərsən? Müqavimət dəyişmə. Aha. Cərəyan şiddəti də Bu da dəyişməz. Dəyişməz. Bu da dəyişməz. Maksimal qiyməti dəyişməz. O da zaten i də dəyişməz. Niyə? Aktiv müqavimət dediyimiz şey, bildiyimiz müqavimətlər nələrdən asılı idi? Royal Beles. Aferin mənə. Ən azından bir şey öyrədə bilmişəm. Royal Beles. Zaten buna tezliği artanda uzunluq artmadı ki. Qalınlığı artmadı ki. Alüminyum çevrilmiş olmadı ki. Deməli. Təşmiyəsi. i de beraberdir bizim. O maksimum böyle er değil ya da i'nin maksimalı diyek. Ama o şeyden getmirik. Tənliğinə. Zaten bu necə dəyişdirsə, o bir sürü şeyləsin, nisbət böləcəksin də yenə. O yerine bu ya. Deyir ki, dəyişən cərəyanın tezliyi 3 dəfə artdıqda, ya da mənbənin rəqs etdiyi 3 dəfə artdıqda, cərəyan şiddətinin maksimal qiyməti və ya bir də deyim müqavimət, aktiv müqavimət necə dəyişir? Oldu. Çətindirmi? Qeyri-adi nəsə var? Bir de maksimum yer Bəs değişmez. maksimal deməsən. Dəyişmə. Maksimal deməsə, o da omega dəyişən gün müəyyən anda dəyişərdi, bəli. Deməli, İyi maksimum değişmez. eri bildikmi? Elə? O i yenə də dəyişməyəcək. Maksimal dəyişmirsə, ev də dəyişmirsə, i də dəyişmir. Kosinüs ola bilər, zaman həmin an üçün başqa bir qiymət almış ola bilər də. Yəni, məsələn, kosinüs omega t, bir də kosinüs 3 omega t. İndi iyi değişti değişmedi. i maksimum dəyişmədi. Ama iyi i değişti. dəyişmiş ola bilər, həmin zaman üçün başqa bir qiymət almış ola bilər. Oldu ki, sənə zaten cərəyanın maksimal qiymətini istəyəcək. Oldu mu? Bəs gərginliyin maksimal qiymət necə dəyişər? Dəyişməz. Dəyişməz. Oldu. Var mı bir çətinlik? Bu, deməli, hansı hal oldu? O niyə dəyişmədi? Maksimum. O maksimum niyə dəyişmədi? Maksimumlar deyil. Dəyişmədi. Oldu. Var mı çətinlik? Bir dənə ibtidai sinif sualı. 5-ci sinifdə versən, adama qəhqəhə çəkib güzəlir. Bu arada uşaqlar, baba, qoy bunu verim, sonra deyirəm. Deməli, Hani bu söndürebiliriz. Dondurmayalım. söndür. Bax, şəhid edəcək istədin. Kanser değil. Hançın işləyirəm. Yo. Topdan çıxar. Ne oluyor söndürmüş? Ne oluyor söndürmüş? Ya. 500 lira. Sönmeye başlamış. İndi bu səsdən Ay, yok hiç demiyor. Ali bu mu? İndi bax, belə bir şey verir. Deyir ki, müqaviməti verir, çox vermir. 40. Hətta, bu yaxşı qardaş eləməz. Bunu verir 6. Ehtiyacın varsa pi 3. Ha? Deyirəm ki, buranda çox vermirəm. Baba. 20 mənfi 20. Deyir ki, baba sözə bax, periyodun yarısına bərabər olan müddətdə ayrılan isti miqdarı nə qədərdir? Vahidləri yəni ki, volt saniyə. Bəli, bu voltdur, çox gözəl bir şeydir, fikirdir, burada saniyə. Ne isteriz Bəli. biz? Şunu isteriz. Bəli, ayrılan isti miqdarı. Nədə teybi? Bilmiyorum. Ne olduğunu.
Göstergenin ne işi var? Yekəlməyin nə şurada yoxdur. Nətər? Yekəlməyin. Yox, o sadəcə bir şey, lövhə əyri. Lövhə əyri. Lövhə əyri, mən sizə deyəcəm. Ay ben yine iyi. Siz düzgün qəbul edin. Hə, periodun hə, anladım. Başqa şey yoxdur. Baxırsınlar. O lövhənin əyriliğini yaran şey. Onu nə qədər verirsiniz? Yox, o da 20'dir də. Ayda. Deməli, sən mənə qızım bir dənə istəyimli bir düsturunu bilən hansı? O kadar böyle rutin. Aha, bu sabit cərəyandaydı. Biz dəyişən cərəyanda nə eləmişdik? Baba, Q bərabərdir I maksimum kvadratı L vuraq T bölü 2. Ay, 2 var idi. 2. Mən niyə ona getməliyiz ki? Nə ilə? O kvadratın təbəssünü. Nə? Sabit cərəyanda. Amma o kvadratını yazanda onun yerinə O maksimum bölü 2 yazmalısın. Kötü 2 yazmalısın. Budur gedir. Bölü kötü 2 yazmalısın. Niyə ki, belə gedirəm də. Və ya O maksimum kvadratı bölü 2R vuraq T. Sonra ola bilər, niyə hesablaşdım onu? Ne oldu? Ola bilər O maksimum I maksimum bölü 2 vuraq T. Adi bildiğimiz bak onun yerine O maksimum bölü kötü 2, i'nin yerine ne koysan? I maksimum bölü kötü 2. Zaten bakarsa kötü 2 bu kötü 2 ne ediyor? 2. Oldu. Hansı düsturdan təhlil verirsi işləməyə? 20 tapanlar. Burada bir teğine Ha? ondan sonra ikiye bölmeyi unutmayalım. Ben bu düsturdan istifadə etmək istəyirəm. Alırım yani. Neyse yapış. O maksimum kvadratı baba bu düsturdan istifadə edirəm. O maksimum neçədir? 20'nin kvadratı bölə 2 vuraq 40 bölək t'miz 2. Ben cimdə gələr belə bir şey. Cimdə də gələr, cimdə də gələr. Nə eləyir? 4 böldük 10. Aferin mənə. 10 çox. Oldu. Bəs buydu travma bəs balı. Bir də verin. Gedək, gedək. Bu da tez oldu. Qeyri-adi bir şey var. Deməli bu düsturları qəşəng yadda saxlayırsınız. İstifadə eləmək üçün. Bu şəkildə isə deyirik ki, daha yaxşı yadda qalsın. Nədir qızım? Ayşə, travmalı düsturlar yadda qalsın. Belə olanda çıxmır ki. Nədir qızım, nəyi bölüşənmişsiniz? Hələ çox qaldım, yarım saat var. Qeyri-adi bir şey var. 15 dəqiqə. Nə qədər? 15 dəqiqə. Aa, 15 dəqiqə. Lan buradan nasıl Hələ deyin, ayağını hesablayın hələ deyin. Hələ bir sayır hələ parmaq var, şey, bölgülər sayır. Qaysı sizdən 10 dəqiqə. 20-18 falan. Nə qədər? 20-18. 15 geçip bakın. Belki geçin. 15 geçip 18. Öğrendi de yavaş. Boşluklar da sayır. Da sen de şey. Nasıl öyrəndin? Ziyər öyrənməyib mən. Ben Öğrendi. imtahana saat apardım, baxamadım ki. Ne saat apattırdılar diye öğrendim. Yaxşı. Bunu necə yazdım? Anca elektronu bak. İndi baxırıq nəyə? Kondensatora. Kondensator birləşərsə nə olar? Bu daha maraqlıdır. Biz yadımızda mı deyirdik ki, kondensator özü də cərəyana maneçilik törədir. Bəli, demişdik ki oradan sonra keçmir, saxlayır. Bəli, həmin indi hala baxaq. Deməli, nə birləşib? Kandesat. Kondensator. Yalnız kondensator birləşdirilmiş, qoşulmuş, dəyişən cərəyan dövrəsi. C. Tutaq ki, bu dəfə kimdirsin? Gülnar. Bir dənə tənliklə, o üçün. U bərabərdir U maksimum sin saməqəti. Tamam. Gülnarın xəttinə U bərabərdir. U maksimum sinus omega T. Dədə babadan Q-ni nə tər tapmışıq? Seu. Seu. Q bərabərdir S vuraq U. Bu ifadə də U'dur da. Onda Şu maksimum beraber ise bu maksimum. Q bərabərdir S U maksimum sinus omega T. Deməli bu nədir ki? Deməli Q maksimum mən nə tər tapacağam? C U maksimum. Mən bildiyim şeydir. Sadəcə maksimaldır. Bu ifadə Q maksimum. Onda Q nə tərdir? Q maksimum. Günlərin dediyi tərbiyəyə görə sinus omega T. O ilə Q eyni cürdürmü? Eyni. Yaxşı. Biz ta elektrik yükünü keçəndə belə bir şey demişikmi ki, mesela dediyimiz yadından çıxıb. Eyni tapmaq üçün Q-dən törəm alırıq. Demiştik.
2 bölgəsi. Bunlar iyi. O yadında. Ha, ona demiş Ben ki yüksek bəzək. dememiş üçü. Zat Ceylan dememiş. Ha? Zat Ceylan dememiş. Hadi sen orada demişti ha. Orada ise yok. Orada da i beraber delta q bölü delta t demiştik değil mi? Tamam. Yok. Bilmez bundan törəməni al demişik. Nələr? Bu ifadədən törəməni al, yazaq. Yaxşı, elə. Qn omega kosinüs. Qn omega vurulsun. Q en yok, en maksimum. Hə, Ne Q yok? maksimumunu görürəm. Q maksimum omega vurulsun kosinüs təmir edir. Niye? Koşunuz. Sinüs tutulur kosinüs. Bəli. i ilə bərabərdir Q-nin törəməsi. O da törəmənin altında Q maksimum qaldı. Omega. Omega t-nin törəməsi. Omega. Omega. Buraq sinüsün törəməsi. Kosinüs. Koşunuz. Omega. Aha. Biz dedik ki sinüsün kosinüsün qarşısında nə varsa onun maksimaldır. Elə? Nəyin təlini yazır? i maksimum nəyə bərabərdir? Ki bu bizə çox lazım olacaq. Q maksimum vuraq omega və ya Q maksimum vuraq omega yerinə nə yazır? 2 pi bölək periyod və ya Q maksimum vuraq 2 pi ne? Oldu. Çətin demə. Ha? Qeyri-adi bir şey var. Hə. İndi gəlin bulan gəlin qrafiklərinə baxaq. Bir də təfsilatı bu rəqam olsun. İlk deliği parmakla. Deməli, Q bərabərdir Q maksimum dediyimiz tənliyə görə sinus omega t. Elə? U da bərabərdir U maksimum sinus omega t. Bir bərabər. Aha. Q ilə Enerji. Q ilə gəldiyini üst-üstədirlər. Eyni cür. Elə? İstəyirsən Q-nin tənliyini çək, qrafikini çək, istəyirsən onun qrafiki. Hər ikisi eyni cür olacaq. Sinusla bu halda verilmiş tənliyə görə. Oldu? Bu sinus. Bəs yaxşı, cərəyan şiddətini bu halda tənliyi, İyi maksimum. bu aldığımız söyləməyə görə İyi maksimum. i maksimum kosinus omega t. Qrafikini çəksən, Bu şöyle qabaqlayır. bu sinussa bu kosinus ilə. Oldu? Yaxşı. Deyir ki, kim qabaqdadır? İyi. Bax, qabanın mənfisədi yoxdur ki, bir qayda deyir, kimdən törəmə alırıqsa, o geridə, nəticəsi qabaqda. Ya da baba bilirsən, Q-dən 4də 1 periyod, yəni pi bölü 2 qədər qabağa gəlsən, kim alırsan? İğne alıram. İyni. Deməli, yalnız kondensator qoşulsa, i qabaqdadır, geridə. Qabaqda. Deməli, yalnız kondensator qoşulanda i, Q və O-nu neyinir? Qabaqda. Nə qədər? 2 bölü 1 bölü 2 qədər qabaqlayır. Razıyıq mı? İndi baxaq. Bu sən başa düşdünüzmü? Bir ad neysə var? Əminsiz. İndi belə deyirəm. Biz ne yazdık? I maksimum bərabərdir. Omega bırak Q maksimum yazdım mı? Bütün problemler buradan gəlir. Bax. Q'nu belə yazıram Q maksimum. C U maksimum. Aha. Ya da buradan gəlmək daha rahat gələk deyil. Tamam. Orada X sal var ya burada. Ben Ne var? X var ya burada. X ne böyle? X E. Ha, bunu şey. Ha, tabii buradan gələk. I maksimum bərabərdir. Ne yazım? C U maksimum bura omega. Bir daha rahat edəcəksiniz. Razıyıq mı? Ne yazdım ki? Q maksimum yerinə qoydum. S maksimum. Bir adı bir şey eləmədim mi? Yaxşı. Biz ta sabit cərəyan keçəndə müqaviməti tapmaq üçün nəyə bölürdük? O niye? Niye? Aha. Deməli müqavimət bərabərdir. Bu halda yaza bilərəm. Elə U maksimum bölə I maksimum. Razıyıq mı? Aha. Ki bu müqavimətdə adlandıracağıq nə? Kondensatorun cərəyana göstərdiyi manisiliyi müqaviməti adlandıracağıq nə? Tutum müqaviməti. Müqavimət nədəydi? R. Rezistor. Antirezistor qaldı. Hə. Tamam.
kondensatorun tutumu var. Deməli, kondensatorun cərəyana göstərdiyi, dəyişən cərəyana göstərdiyi müqaviməti maneçiyyəti adlandıracağıq. Tutum müqaviməti. Deməli, onda bərabərdir. Bunu iki adlandıracağıq belə xc. Necə işarə edəcəyik? X. Razıyıq mı? İndi bu ifadədən mənə xc-ni tapın görün. 1 böl. Bir bölü omega. 1 bölək omega c. Bunun adına deyəcəyik nə? Tutum müqaviməti. Adını deyəcəyik? Tutum müqaviməti. Çətin deyil ki. Hə? Niyə? Hələ ki. Her iki değil. Ben de Omeganı aça bilərəmmi? Necə açarım? 2 pi. Aha, İki 2 pi böl pi periyodu. c veya periyodu kaldıralım yukarı. 2 pi c veya xc bərabərdir 1 bölək omega qalar yerində epsilon 0 s d hara gedir? Deyir ki, kondensatorun lövhələr arasındakı məsafə 3 dəfə artsa, tutum müqaviməti necə dəyişər? 3 dəfə artar. Məsafə 3 dəfə artsa qızım. Ben asla olmayacağını düşündüm ona göre ki. Ha? Asla olmayacağını. Niyə qızım? Bu deyil ya, düstur niyə açıb yazıram bəs mən? İşim dərdim yoxdur mənim. O maksimum değişer ki. Onlar dəyişməyəcək, bu dəyişəcək. Hələ o da bir şey dəyişir, bilmirəm ki, bu xaçıyor dəyişirmi? Ha, başka bir sürü var. Kim sorarsa şimdi bakalım her yer sorulur. Hələ ki, XC-yə baxıram, qızım, başqa imaksiyona da baxmıram ki, XC-nin özü nədən asılıdır? Değil, bunlardan tamam. Ha. 3 defa değil mi? Ləksin tezliyi 3 dəfə artsa, tutum müqaviməti necə dəyişir? Bəs aktiv müqavimət O ne? əvvəlki idi. Orada değişiyor. Tamam da sorulaldı, çağın içində. Yok da Değişmez. Deyirəm ki, lövhələr arasından dielektrik nüfuzluğu 5 olan dielektriki çıxarsam, tutum müqaviməti neyniyəm? 5 dəfə artar. Çətin deyil ki, əminsiz, 100%. Onu da belə deyək, bax, sadə bir sual. Bayaq tipli bir sual. Hələ ki, belə deyirəm. Deyirəm ki, dəyişən cərəyanın tezliyi 5 dəfə artsa, i maksimum necə dəyişər? Hələ ki, bundan gələk. Yazırsan yerində, dəyişər, dəyişməz, 3 dəfə artar, 5 dəfə artar. Baxırsan. Tezlik 5 dəfə artarsa, cərəyan şiddətinin maksimal qiyməti necə dəyişər? Çünki gərginliyi deyim amma gərginlik zaten maksimum. Bax. I maksimum çıxmadı qızım. Bax. I maksimum bərabərdir. O maksimum bölək xc deyilmi? 30 sürekli olmaz. Hadi bir də cəmizə olacaq. Onu çıxardırmağa çalışım zaten çıxardır. O bu da nəyə bərabərdir qızım? 1 bölək omega c. Tamam. Zaten I maksimumsun o düstur alırıq. O maksimum bura omega c. Aha. Tezlik 5 dəfə artıbsa omega nə edir? 5 defa artar. Bu 5 dəfə artıbsa bu nə edir? 5 defa artar. Onu da Ben siz demiştiniz gerçek hesabı. gərgin sabit mi? Gərgin maksimal sabitləmişik zaten. Onu da nətəri? C sabitdir ha. Verilmiş kondensator. Bunu da çətin deyil ki. Əminsiz. Birini vereyim. Müəllim, kondensator tutumu yükdən asılıdır. Ama sabit gərginlikdə. Heç problem tutumundan asılı deyil. İndi bir dənə belə bir şey deyirəm. Bax. Q yükündə S tutumu alırsa sabit gərginlikdə. 2S tutumunda isə Q yük olur. Yox. Hər hansı bir kondensator üçün Q yükünə uyğun gərginlik U-dursa, Q 2 yükünə uyğun gərginlik tutum S isə sabit gərginlikdə. Yox. Sabit gərginlik yenə deyə bilməsən. Yük artdıqsa gərginlik artır, tutum sabitdir. Yəni bu stəkan tutumu yarım litrdir. Sən orada nə töhməyin asılında asıl olmayaraq yarım Q litrdir. dəyişsə S dəyişmir. Q dəyişsə, U dəyişsə, S dəyişmir. İndi belə bir şey deyirəm, asandan asan bir şey verirəm. Hətta siz i-ni verin, daha rahat keçsin. i Hətta buranı verirəm, nə verirəm? Hətta buranı verirəm, lənət olsun içimə işarə çəksin. 10 saniyədir, bu da amper, heç milli amper də qoymuyorum ha. Amper. Deyirəm ki,
Bura 20, bu da 20. Hətta C-ni də verirəm sizə. C-ni də verirəm sizə. Çox vermirəm uşaqlar. 1 mikrofarad. 1 mikrofarad. Lazım olsa pi 3'dür. Deyirəm ayrılan istilik miqdarını tap. Səsini seçdiniz. Hansı vaxtda? Ha, gözəl bir bilirdik. Hansı vaxtda? Tamam, bayaqçı kimi olsun, T bölü 2 müddətində. Axı siz mənim. Əvvəlki tutular bunda işləyir. Ola bilər, nə olmaz. Hardan bilim bax. Ne çaplı? Seçmek Ayrılan istilik miqdarını. Gəlin baxaq uşaqlar. Bax. Hesablama necəyəcək? Ayağım, bax. Hansı düsturdan istifadə edəcəksən? Dedim də müəllim. Mən ayaqdan burada hesablayıram. Uşaqlar, bax, adı bildirir. Daxil necəsə, alnını necəsə. Baxın, Bu adam öz böyle. bildiğimiz Sen bakaydın da falan. bildiğimiz rezistorda müqavimət belə deyək də nəyin nəticəsində idi? Demişdik ki, ta sabit sərəncəsində elektronlar gedir o ki, kristal qəfəsində düyün nöqtələrinə toxuşur deyirlər. Öz enerjisini. Yadınızda Bravo'nun binası deyildi, uşaq deyildi. Bu konkret cərəyanın getməsinə də olan manisi idi. Hər tərəfə dəydiksə öz enerjisini verirdi. Kondensator isə sadəcə dəyişən cərəyana təsir göstərir. Cərəyanın dəyişməsinə təsir göstərir. Yəni o cür bir manisi ki, sırf cərəyanın qiymətini artırıb azaltmır. O induktorlikdə demişdi ha. Dəyişməsi göstərir. Cərəyanın dəyişməsinə göstərdiyi manisi. Kondensatör da elə. Kondensatör da elə. O görə. Ona görə də orada istilik miqdarı ayrılmır. Demişdim də. Ha? Demişdim. Nəyi demişdin? 2 vuraq 10 üstü 7 bölünmüşsən, neçə qiymət almışsan? Sen önce kondensat ne demiş? Kondensat çekici orada olmuyor. Dediniz ki yok değişen cereyanda olur. Sabit cereyanda. Hadi mən onu deyim də sən dəyişən cərəyanda şey var da. Bırakın bizi. Bəs bu qədər. Bu qədər bəsdir bu. Lütfen. Allah. Yaxşı. Biz kondensatora baxdıq. İndi gəlin baxaq ki, dəyişən cərəyan dövrəsinə yalnız sarğac qoşulsa nə olardı? Yox, çox uzaq oldu, çox açarım oldu. Sarğac qoşulsa nə olardı? İnduktiv müqavimələr. Sarğacın deyir. Məsəl üçün deyirəm ki, i də bərabərdir. I maksimum sinus omega p qanunundayız. Buldum. Sarğacda yaranan öz-özünə induksiya nəticəsində yaranan EHG nə hesablayırdı? EHG nəyə bərabər? Mənfi i bölü t. Mənfi i vurulub delta i bölü delta deyil ya da i'nin türəməsi. Razısınız? Hı? Yaxşı, gəlin türəmə olaraq görək. Mənfi L qalır. Aha. Hə, ini sonrasını diyorum. Aha. I maksimum omega Aha. kosinüs omega t. I maksimum omega kosinüs omega. Bu hesabınıza düşdünüzmü? Hə? Qeyri-adi bir şey varmı? İndi baxırsınız nəyə uşaqlar? Diqqət. Bir dənə bir şey yazılır. Bax, mən yazıram belə bir şey. Görün bunun mənası nədir ki? Niyə? Niyə belə yazdım ki? İxtiyarım. Hı? Fini omega vuranda uyduruydu. Bu bəbin mənfi nə? Niyə yazmış? Baxın. Bu bizim cərgimiz, bizim beynimiz cərgimiz. Elə? EHG nə zaman yaranırdı? Sarğaçdan cərəyən dəyişəndə. Sarğaçdakı cərəyən dəyişəndə. Elə? Deməli, biz belə deyirdik ha, dəyişməsinə əks təsir göstərir. Bax, buradakı sarğaçda cərəyən artanda nə edirdi? Əks istiqamətdə cərəyən yaranırdı. Elə? Bax, həmin cərəyanın EHG-si də EHG. Yəni, EHG əslində nədir ki biz demişik? Mənbənin verə biləcək ən böyük cərgin. Yəni, həmin anda yarana biləcək ən böyük cərgindir. Elə o da mənfi EHG-yə bərabər. Mənfi niyə görə? Dəyişməsinə əks təsir göstərir. Ona onda cərginlik üçün mən nəfər yazaram? Əgər i'ni belə vermişəmsə. Hı? 50 maksimum omega kosinüs omega t. Bəli, bir dənə mənfi burada, bir dənə mənfi də burada. Nə oldu?
I maksimum omega kosinus omega t. Biz demişik ki, deməli bu cəryan şiddətinin rəqslərini tənliyi, elə bu da gərginliyin tənliyi. Biz demişik ki, nəyin tənliyini yazırsan yaz, nəyin tənliyini yazırsan yaz, sinusun, kosinusun qabağına çəkmək onun nəyidir? Maksimum. Hələ ki, bu tərəfdən götürüb yazıram. O maksimum nəyə bərabərdir? Mən sonra lazım olacaq. I maksimum bura omega. Sonra lazım olacaq bizə. Oldu. İndi gərginliyin qrafikini çəkirəm. Nətər olacaq? Kağıda başlayır. Cəryan şiddətinin qrafikini çəkirəm. Selam. Bu nə məsələ? Belə. İndi kim daha qabaqdadır? U mu yoxsa I mi? U. Əgər ki, belə düşündən, bu cəryan şiddətinsə 4də 1 periyod, yəni pi bilə 2 qədər qabağa gəlsəm kim verir? U. Deməli, Ziya, sarğaçdan cəryan keçən zaman cəryan şiddəti, deməli, gərginlik rəqsləri, cəryan şiddəti rəqslərini pi bilə 2 qədər qabaqlayır. Yəni, U, I-ni pi bilə 2 qədər qabaqlayır. Bəs kondensatorda nə olur da? Cərəyan şiddətini U-nu pi bilə 2 qədər olur. Aktiv müqamətdə nə olur da? Bərabər. Oldu mu? Çətin deyil ki. Bu bizə bu hissəsi lazımdır. Bu hissəsi. Onu sənə qrafik olaraq da verəcək. Sual olaraq da, nəzər olaraq da soruşacaq. Cavab verə bilərəkmi? Aktiv müqamət də üst-üstədir. Kondensatorda cərəyan şiddəti qabaqdadır. Sarğaçda gərginlik qabaqdadır. Oldu mu? İndi qaydırıq bura. Lazım olan əsas olan bura. Uşaqlar, O maksimumun, I maksimumun nisbəti nə verir ki bizə? Müqamət verirmi? Ha? Amma sarğaçda olan müqamət hansı müqamətdir? Biz hələ elektron öz-özünə induksiyaya keçəndə dedik, sarğaçdır. Sarğaçın induktivliyi nəyin göstəricisi idi? İnduktivlik nəyin göstəricisi idi? Beynin dəyişməsində olan maneçilik. Yəni, cəryan şiddətinin dəyişməsi olan maneçilik. Elə, deməli, sarğacın deyirik ki, cəryana göstərdiyi, ya da dəyişən cəryanda dövləsində, sarğacın göstərdiyi maneçilik, müqamət adlanır induktiv müqamət. İnduktiv müqavimət. Bunu işarəli belə, X ilə bərabərdir O maksimum bölər I maksimum. Bax, bunun aktiv müqamətdən fərqi nədir? İnduktiv müqamətin aktiv müqamətdən fərqi nə olar? Biri dəyişməsinə təsir göstərir, biri Keçməsinə. Qiymət. Bəli. Aktiv müqamət birbaşa cəryanın qiymətinə təsir göstərir. İnduktiv müqamət isə xaridə nəyə təsir göstərir? Dəyişməsinə. Oldu. Onda X-in bərabərdir buradan nə yazaram uşaqlar? Baba, buradan nə çıxar? Omega vura L. Omega vurulmuş L. Lazım olsa omeganı aça bilərəkmi? Nətər açarım? 2pi bölər periyod vurağın 2pi-ni L. Hətta bilə gələm. Omega vurulmuş mi vuraq L0. İçi daxil etsək. İçi daxil etsək. İnduktiv müqamət necə dəyişər? Artar. Oldu. Çətindir mi? Əminsiniz. Bu da bizim induktiv müqamətimiz. İndi bir dənə bir-iki dənə məsələlər baxaq. İçində də biz kondensator çəkdik, amma məncə məsələ işləmədik. İşlədik mi Narsın? C1'imiz C, C2'miz 2C olsa. Bir tane de bura A3 koysam. Ben deyirəm ki, bu dəyişən cəryan. Belə, 2 dənə kondensator. İndi deyirəm ki,
İkinci ampermetrin gösterişi i olsa birinci ne kadardır, üçüncü ne kadar? Ay ben. Abi bir bölüm 2. Aha. Acilde direkt bir bölüm 2 seviyesinde bir. Yani ay çok iyi olmaz, iyi çok. 1.5. Yani 1.5'ten. Biraz da mükemmel verdi. Yaxşı uşaqlar, biz yazmışıq ki, Məncə vurulsun mükəmməldir. bəli, i bərabərdir yazdığımız ki, u bölünmüş x-c. Elə x-c-ni yerine 1 bölü omega c yazmışıq. Elə rahatca omega c-dir də. Hı? Daha rahat. C-si çox olanı deməli i2 üçün yazacağım. U vurulmuş omega vuraq 2c. Bu nə qədərdir? i dedik. 5 yaxşı, i1 üçün nə yazacağım? U vurulmuş omega vuraq c. Əgər bu i idisə bu? i bölü 2. i3-dəki i1 ilə i2-nin cəmi. Yəni, xaridə toplayamırdı bunları, biz toplayaq kömək edirik. i3 də bərabərdir. i1 ilə i2-nin cəmi. Yəni, 1/5. Oldu. Çətinmiş. Əminsiniz. İndi bir dənə daha sadəsini. Elə sualları ki, iptal şeylər versən adama gülərlər, ki mənim. Bu nə sualdır verirsən bizə? Məliyim. Amerikanın içində deyin olduğundan bildiniz. Harada şunu? Eş. Amerika mənbədən bağlı bir şey. A1, A2, A3. Bu R, bu R, bu da C. Bunu yazmadım ben. Sadece İngilizcesi rahat olsun diye. 2. Değişen cereyanda. Cereyan dövresine doğru. Periyodu 2 dəfə artırsaq, periyodu 3 dəfə artırsaq, i1, i2, i3 necə dəyişər? Periyodu 2 dəfə artırsa. Bəli. Bu konstantdır. O maksimum konstantda belə. Məsələn üçün deyirəm də tənlik bir önəmi daşımır, deyirəm tənlik də o maksimum kosinüs omega t qanunu ilə dəyişir. Heç önəmi yoxdur bunun. İlk bir iki üçün müqayisə edilir. Yox. Periyod 2 dəfə artsa i1 necə dəyişir, i2 necə dəyişir, i3 necə dəyişir? Baxsız mən. 5 ballıq sualdır, bax keçək. Gülə gülə. Verin hesabatı. Hı. Deməli, bir dəqiqə. Periyod nədir? 2 dəfə artırır. Tezə 2 dəfə artırır. Aha. Periyodu 2 dəfə. i1, bəli. Bəli. Bir dəqiqə. Periyod artırmışıq. Periyod artırmışıqsa nedir? Baxın. Yox. Hə. Hə. i1 anı. Aha. Yox, i3'də onu nə yazmışsın? İşte bu abi. Niye? Niye? Niye de? Hani üstü istedim ben. Hayır. Şunu anlamadım. Necə dəyişər? Yəni 2 dəfə artar, 2 dəfə azalar, dəyişməz. 20, 2, Gəlin yazaq. Üçü də 2 dəfə azalar.
Aha. 25'te sen. Ha, biraz yatsın burada. Evet, bağlayayım. Ha, güzel çıktı. Ne oldu? Deməli, ben... Aynen. Yine. Salam. Bir değişmeyi. Gel. İki defa. Ha, gelin bakalım. Ha, Birincisi dəyişmir, ikincisi 2 dəfə artır, üçüncüsü 2 dəfə azalır. bəli. Niyə? Birincisi niyə dəyişmir? Niyə dəyişmir? Bu ölçülərdə, Bəli. o informasiyanı İyi bir üçün yazaq ki, U bölək tezlik 2 dəfə artanda tezlik 2 dəfə artanda aktiv müqavimət necə dəyişir? Ha? Dəyişmir. Ona görə də konstant. Aktiv müqavimət nələrdən asılı idi? Rho, L bölü S. Hı? Yüksək başa düşdük mü? İ2. İ2'de kimdi? Sağ. U bölünmüş XL. XL'deki omega vuraq L. O da 2 periyot, 2 pi bölü periyot vuraq L. Bu 2 dəfə artır dedik. XL neyini? İki defa azalır. XL 2 dəfə azalırsa I. Aferin. Sonra üçüncü kimdi? Kondensat. Kondensat üçün zaten bayaq düstur yazdık da. I bərabərdir U vurulmuş omega vuraq C. Omega da sırf 2 pi bölək periyod. Belə də. Periyod 2 dəfə neyini? Artıbsa I neyini? Oldu. Çətindir mi? Sıkı bu qədər. Nasıl? Yok. U beraberdir 100 kosinüs 50 t. Böyle bir şey mi? L2 beraberdir 3 l. Deyirəm ki U da beraberdir 60 sinüs 30 t. Evet, çok şey istemiyor. Deyir ki XL1'in, hatta XL2'nin XL1'e nispetini tap. Yani tutum müqavimətlərinin nisbətlərini tap. Kitaplara müracaat ediyoruz. İndik etmiş. Hatta gelsin benim Ömer'le biz. Yazın. Yani nispet. Hı? Aha. Hı. Bir daha bu arada bayağı bir özgüven yapıyor. Böyle değilim. Ben de bak da. Böyle. Ondan sonra ne söylüyorsun? Eli verirsin. Böyle. Gelin bakalım. Böyle.
Birincide bak x tutum müqaməti Ay mən müqaməti 2 yazılır. 5 vurub 2 yazmışam. İnduktiv müqaməti necə də bura? Omega L. Omega L. Birincinin eli bu, omegası bu. Elə? Nə qədər eləyir? 100. 50 vuraq 2 el. Hı? İkincide omega bu, 30. O birisi 3 el. 30 vuraq 3 el. Bu denir. Onda 9. Oldu. Çətinmiş. Hə, indi biz nə elədik uşaqlar? Bax, bunları paralelcə birləşdirdik. Ayrı-ayrılıqda da birləşdirdik. Nə qalır? Ardıcıl birləşdirmək. Ay, siz var ya siz. Ortalıktan ama. Bəli. Bax, növbə ilə ardıcıl. Bu yerlər qarışıq ola bilər, önəmli deyil. İçini bir arada birləşdirmişik. R, N, C. Hansı? Püs hardadır? Ha? Püs hardadır? Dəyişən üzərində püs hardadır sualını bilərlərmi? Bu birbaşa istifa deməkdir. Dəyişən üzərində püs hardadır deyir. Sadəcə sənə xatirinə nə eləyə bilər, ha? Ha. Dəyişən üzərində olduğunu göstərir. İstiqamət və sağdan da. Cəryan dəyişən üzərində cavab belə gedir. Sonra da belə gedir. Belə gedir. Belə. Hə, nə etapsan? Hələ ki, bunun gərginliyinə OR deyək. Bunun gərginliyinə OL deyək. Bunun da gərginliyinə OC deyək. Maksimal deyək. Tənliyimiz də məsələn U bərabərdir. U maksimum. U maksimum vurulmuş. Kosinüs omega T qalmış. Bunların müqamətləri də ki, deməli, R, XR, XC olacaq təbii ki. Bunların üçünün bir yerdə yaratdığı müqavimət nə adlanır? Reaktiv müqavimət. Nə deyəcək nə? Reaktiv müqavimət. Ha? Yazmaq buyur. Ha? Hə, sual üçün düşünmüsən? Havada yazın yaxşı. Yaz. Mən nə bilim, bunlar istəyir. Kök altı deyil kvadrat. Yaşa konusli. Kök altında L'in kvadratı plus XL minus XC'nin kvadratı. Hətta bunların gərginlikləri üçün də belə deyil. Mən sizin qrupda demişdim, 11-ci sinif kitabının qrupu altını içərisində baxınsınız, yoxsa bir qrupda? Tamam. U L'in kvadratı üstə gəlinmiş U L minus U C'nin kvadratı. Bunu 11-ci sinif kitabında belə izah edir. Deyir ki, aktiv müqavimət qoşulanda O ilə İ üst-üstə düşürmə? O'dursa, İ də nə ilə? Sonra deyir ki, gərginliklə sarğacla kondensatorda nə fərqdir? Kim sarğaçda kim qabaqdaydı, şeydə kim qabaqdadır? İ belə iki qədər fərqlənirdi mi? Deməli, İ hamısında belə geçsin. İstər sarğaçda, istərcə kondensatorda, istərsə də aktiv müqavimətdə. Elə? İndi aktivdə belə olacaqmı? Üst-üstə. İndi belə dedim, simvol qoyduracaq. Tutaq deyirəm ki, UC belə yönəlirsə, şeydə, kondensatorda. Deyirik, cərəyan şiddət rəqsləri kiçik rəqslərin pi bölü 2 qədər qabaq. Bəs, induktiv müqavimətdə nə olacaq? Belə olacaqmı? Uyl. Pi bölü 2 qədər yenə fərqlənir. 90 dərəcə. Hə, bundan hər ikisi bir bölü. Hər üçündə I eynidir, elə? I eyni istiqamətdədir. Gərginlik aktiv müqavimətdə üst-üstə düşür. Kondensatorda cərəyan şiddəti pi bölü 2 qədər qabaqdadır. İnduktiv müqavimətdə isə gərginlik pi bölü 2 qədər qabaqdadır. Yəni pi bölü, elə ki, bundan bu pi bölü qədər fərqlənir də. Tamam. İndi yekun U-nu, buna R deyək də, nə tər taparıq? Vektordur da. Çıxarıq. Bu ikisinin əvəzdəricisi, elə, tutaq ki, belə deyim də, U, L minus UC belə yönəlir. Özdə məsələn, təcrübə olaraq görünür ki, UL UC-dən daha böyükdür. UL ilə UC-nin fərqi belə yönəlir.
O elimiz isə belə yönəlir. Əvəzləyici? Kaldıkları kadar. Aha. Oldu. Bu ifadə verirmi? Cərəyan şiddətini necə tapırıq? İ ilə bərabərdir. O belə el yazmamışdıq mı? Burada nə yazacaq? Z. Oldu. Zaten o hər tərəfdə hamısında da artılı olduğuna görə i'nin maksimal qiymətləri və ya göstərilir təsir qiymətləri eyni olduğuna görə i'lər də ixtisar edilirsə z'lər hamısında eynidir. Var mı bir çətinlik? Hə? Bunu adlandırırıq reaktiv müqavimət. İndi bir dənə məsələn belə bir sual. Deyir ki, bunun müqaviməti 50. Yazırım. Güzel. X elimiz 60. X'e Ha. X C'miz de 10. X'e niye kondensatör Oy. Bir dakika konsant yapacağım. Böyle dolanır. Aha. Ha. Ha, deyir geçim müqaviməti tap. Sen bacararsın ha. Bu iddiadan sonra ders çizimde böyle olur bak. Ya. Deyir ki heç. Ayda, ey. Elimiz neçədir? 50. 50'nin kvadratı minus 60 minus 60'ın kvadratı sırasını kim bırakmış bunu? 50 çəkdə 2. Oldu. Xalqım, deməli, bu reaktiv müqavimətin qiyməti artdıqca cərəyan şiddəti nə edir? Azar. Müqavimət azaldıqca Artar. artar. Necə ola bilər ki, bu cərəyan maksimum müqavimətlər hamısı olsun? Yəni hər üçün müqaviməti olsun. Amma cərəyan şiddəti ən böyük qiymətini alsın. Necə ola bilər ki? Hansı halda, bax, həm bunun müqaviməti olsun, həm bunun müqaviməti olsun, həm də bunun. Yəni, üç müqavimətin üçü də olsun dövrdə, qoşulsun. Amma cərəyan ola biləcək ən böyük qiyməti alsın. Hamısı en ikisi çeken biri. Hı? Hamısı en ikisi. Cereyan olabilir. Nə təli? Bəli. Bax, x-inlə Sıfır olacak. x-c bərabər olsa, aha, belə nə olur? Z nəyə bərabər olur? Kök hatta elin kvadratı, oradan çıxın nə? F. Bu, ola biləcəyi müqavimətin ən kiçik qiyməti, cərəyan şiddətin isə ən böyük qiymətidir. Deyir ki, rezonans yadımızda mı nə idi bizim? Damıdan tərif edirdik. Ha? Məcbur etdirici ilə məxsusun tezliyi bərabər olanda amplitün kəskin atması. İndi burada isə bunun adına deyəcək elektrik rezonansı. Elektrik rezonansı. Elektrik rezonansı. Nə tərif edirik? Tutum müqaviməti ilə induktiv müqavimətin bərabər olması nəticəsində cərəyanın ən böyük, yəni amplitudun, cərəyanın amplitud qiymətinin maksimum olması, yəni kəskin artması hadisəsi daha dəqiqcək. Deməli, induktiv müqavimətlə tutum müqavimətinin bərabər olması nəticəsində cərəyanın kəskin artması hadisəsi, cərəyan şiddətinin kəskin artması hadisəsi nə adlanır? Elektrik rezonansı. Oldu mu? Var mı bir çətinlik? Əminsiniz? 100%. Hə. İndi bir dənə baxırıq nəyə? Bu bizim dəyişən cərəyan hissəsi qutardı. Bir dənə nə var orada? Cihazımız var. Orada qədər nəsə qaldı mı? Grafik çekirsiniz. Hə, çəkək. Bu halda rezonans üçün nə olar uşaqlar? Belə çəkə bilərik bundan? Ha? Bu yox, burada sütün müqasına gəzir. Rezonans hadisəsi nətər idi? Amplitud var idi da. amplitudumuz kəsin artır da. Nə? Orada var ya. Ha, var idi da. Yani Faildən yadırsa o qədər pisləşir yəni. bir yerden hepsini atmasın istiyorsun. Bilməm. Allah. Normalde seçtim. Gün pasamamış. Çünkü ben dönen alanda 6 manat var, 2 manat kalmıştı. Ondan sonra tecrübe vermişim. Bir yak karşılaştı 1 manat vardı. Kaçdan çərdən? Ondan 50 bin olduğu yerde oldu. İndi baxaq. Qeyri-adi bir şey yoxdur ki burada. Tam olaraq başa düşdük bu hissəni.
Lazım olsa bizim uşaq Amerikan zaten düsturumuz var idi ya. Nəyə bərabər idi? Kök altında. Bir bölüm kök altında evraq buna nə düstur demişdik ki? Thompson. Ondur. Qeyri-adi nəsə var. İndi baxırıq transformator. Nə olacaq? Transformator yox. Transformator. Fonksiyon. Bu isə hə. Sənə kitab qalmayıb bəlkə. Hələ kitabda yaxşıdır. Qalır mı da kitab? Yox, yox. Kimsə şərkət təşkilatlardan da olur. Bu təzə PDF var məndə. Yox, bu PDF-in göndərmədəsin görə. İndi baxaq. Transformator nədir? Deməli, götürürlər bir dənə polad çərçivə. Aslında çərçivə yox, cəm şəkilçinin çərçivələr. Şimdi burada şey, bu cür Eğitim İndüstriyasını göstərdiyim kağız var. Ha, bu. Her altı altıda da. Başqa əcilməsi bu illərlə qalacaq burada. Elə bir şey düşün ki, bunu belə bax, belə düşünün. Amma qalıb pula düşünün. Və bu cür laylardan belə deyək, təbəqələrdən, onlarlandır, yüzlərləndir. Yəni, bu cür təbəqələrdən məsələ. Onu təsəvvür edildinizmi? Budur. Nə edirlər bunu? Bir tərəfinə, daha çox hər iki tərəfinə sarğılar sarılır. Sarğılar. Deməli, indi baxın, buradan cərəyan gəlir. Amma dəyişən cərəyan dövrəsini qoşmuş. Harası biri qoşmuş. Məsəl üçün, məişətdə istifadə edilmiş cərəyan mənbəyi qoşmuş. Burada cərəyan dəyişirmi? Dəyişən cərəyan verirsən də. Bəli. Cərəyan dəyişirmi? Dəyişir. Cərəyanın dəyişməsi nə deməkdir? Cərəyan şiddəti artıb azalırmı? Ha. Bunun içərisində maqnit sayəsi yaranırmı? Yaranır. Yaranır. Mən içinə polad islik qoymuşam. Niyə məhz polad? Ferromagnetli. Ferromagnet, özü maqnit ucu kifayət qədər yüksəkdir. Elə bil ki, mən onun içinə polad isliyi salan kimi, polad özü bizi nəyə çevirdi? Maqnitə. Ha? Özü nəyə çevirdi? Bir maqnitə. Və bunun bu tərəfi də, bu tərəfi də, bu tərəfi də, hər tərəfi nəyə çevirdi? Maqnitə. İndi ikinci dolabı isə sadəcə maqnitə sarılmışam. Yəni bu şeyə, polada sarılmışam, qalan heç bir şey eləməmişəm. Yaxşı. İndi bax, bu tərəf, bu özü bir maqnitdir. Bu sarğacın içərisindədir. Bu maqnit güclənib, zəifləndikcə bu sarğacın içindən keçən cərəyan, induksiya xəttləri dəyişəcəkmi? Ha. İnduksiya xəttlərinin dəyişməsi nəticəsində nə yaranır? İndüksiya. Cərəyan yaranır. Bax, bu qurğu adlanır transformator. Bir dənə deyirəm bu yüzden. Bir dənə deyirəm. Düşünün ki, bu bizim polad istəyimizdir. Bu alət cihaz nə işə yarayır? Transformator nə işə yarayır? Gərginliyi tənzimləmək üçün istifadə olunur. Artıq Transformator şey... məhəllədə qurduğu transformator. evlərdə Kənddə də yox, məhəllədə də var burada. Bir də 3-də 3, hər 5-6 binanın arasında var bir dənə. Qırım düşəndə o çəkilsin. O yekə var, transformator. Aa, işte o oğul işləyir ha bəzən. Onlar nə çəkirlər ki o zaman? Heç bir şey, sadəcə gərginliyi təmizləyir. Məsələn, ora gələn gərginlik daha çox yüksək gərginliklə gəlir. Orada gərginliyi aşağı salıb bizə 220 ilə verirlər. Hər il. Hətta məişəti istifadə olunan 220-dir. Amma Mingəçevirdən çıxan, nə bilim, 40 kilovatlarla, 50 kilovatlarla, 200 kilovatlarla bilməm, yəni kilovatlarlandır. Özü çox kilovatlardır. Mingəçevirdə özündür ki, amma evlərdə 220. Evdə hər yerdə elədir. Yəni Mingət burada 220-dir, Mingəçevirdə 1000 olmayacaq ki, bu cihazlar yandırar ki. Yəni məişəti istifadə olunan cərəyan odur. 220 volt, bu səbəbləmsə dünyanın hər yerində elədir. Bizdə istifadə olunan tezlik 50 Hz-dir, bəzi ölçələrdə istifadə olunan tezlik 60 Hz-dir. İndi baxaq. Bax, dəniz. Bu bir dənə maqnitdir. Maqnitin bu tərəfinə sarğılar sarılmış. Və buradan cərəyan verir, dəyişən cərəyan. Cərəyan dəyişirsə, bu sarğacdakı cərəyan şiddəti artıb azalır mı? Artıb azalması nəticəsində bu sarğacın özünün yaratdığı maqnit sayəsi artıb azalır mı? Artıb azalır. İçinə də ferromaqnit içi salmışam. Deyirəm ki, polad. Yəni, polad özü nəyə çevrilir? Maqnitə çevrilir. Və buradakı cərəyan artdıqca bunun maqnit xassəsi artır. Bütün maqnit, bütün bir maqnitə çevrilir. Maqnit xassəsi artır. Azalırsa neyini? Azalır.
Elə ki, burada bunun məsəl üçün bu istiqamətdə induksiya xəttləri var, bu maqnitin. Cərəyan, buradakı cərəyan artdıqca bu neyinir? Maqnit induksiya xəttləri artır, azaldıqca azalır. Bu hissəm yadın oldu mu? İndi bu ikinci hissəsi, maqnitin bu ikinci hissəsi sarğacın içərisindədir. İndi buradakı cərəyan artan kimi bunun maqnit sahəsi artır, yəni induksiya xəttlərinin sayı, maqnit seli artır. Artması nəticəsində bu cərəyanda nə yaradır? Bu sarğacda nə yaradır? Elektromagnetik yüksələn nəticəsində nə yaradır? Cərəyan. Elə biz nə deyirik? Artıb azalması önəmli deyil. Bir dənə nə idi şərt? Dəyişmə. Bu sarğacın içindən keçən induksiya xəttlərinin sayı nə edir? Dəyişir. Dəyişməsi nəticəsində bu sarğacda nə yaranır? İnduksiya yaranır. Oldu. Transformator nə üçün istifadə olunur? Deyir ki, gərginliyi tənzimləmək üçün istifadə olunur. İş prinsipi nəyə əsaslanır? Elektromagnet induksiyası hadisəsinə. Elektromagnet induksiyası hadisəsinə. Və sxemdə şərt işarəsi belədir. Elə ki, burada 2 dənə sarğaçdır. Yaxşı, bax, bu dedik ki, gərginliyi tənzimləmək üçün nəyə lazımdır? Məsələn, indinin özündə də kimində kombi varsa evində, kombi varsa, onun yanında hökmən tövsiyə edirlərsə, alanda bir dənə şey al. Ustalar ona şey deyir, stabilizator. Yəni, stabilləşdirici. Gərginliyi çox gəlsin artmağa qoyulur, çox gəlsin azalmağa qoyulur. İndi o vaxtlar, indi məsələn, biraz rayonlarda zaten hər yerdə işıq sistemimizə, işıq bazarı düzəlir. Məsələn, biz siz yaşlarda olanda, 2000-ci illərin əvvəllərinə belə deyək, yəni 90-cı illərin sonra. Kənddə işıq nə zaman sönəcəkdir bilmirdim. Yəni, televizora baxdın edir, birdən sönəcək, səhərdə də yanmaya da bilərdi. Bir sutka belə yanmaya bilərdi, bir saatdan sonra yana bilərdi, 5 ildən sonra yana bilərdi. Və keyfiyyətsiz, yəni verilmə prosesdə keyfiyyətsiz idi və bizim evimiz nətər idi? Hər məhəllənin kənddə bildiyim bir transformator var idi. Bizim evimiz transformatordan ən uzaq nöqtələrdən biri idik. Ən uzaq nöqtələrdən birinə dayanırdı. Təsəvvür edin ki, normalda transformatorun yaxınlığında yaşayan insan çox rahatçına adi apar televizor toka taxıb rahat işlədirdi, indi biz istifadə edədiyimiz kimi. Amma biz nə edirdik? Ora şey qoyurduq. Hətta 2 dənə qurğu qoyduq. Bir transformator, bir stabilizator deyilir. Yəni bir dənəsi kifayət eləmir. Belə bir qurğu idi. Haradasa bir nəyə bənzəyir belə deyim? Alman. Yox, alma kimi deyil. Belə buna bənzər bir fərqli formalar var idi. Biraz yumru tərbi qurğu idi. Üstündə də belə bir dənə şey var idi. Fırlanan hissəsi var idi. Biz bunu bu tərəfə fırladıqca orada gərginliyin çox olduğuna dair işıq yanırdı belə. Üstündə işıq yanırdı. Biz onu həmişə məsələn ölçüb eləyirdik. 220-də saxlaç edirdik. Yəni işarəsinin 220-ni bura olduğunu qoymuşduq. İndi biz nə edirdik? Televizora baxa bilmək üçün o transformatordan istifadə edirdim. Qoşurdum onu mən, artırırdım, 220-yə gətirirdim, sonra televizora taxırdım onun şeyin arxasına. Yəni onun ardıcan qoşurdum. Niyə? Az olsa. Az olsa məsələn televizordan çıxacaq, yanacaq yəni. 240 olsa? Elə kiçik fərqlər bu qədər ciddi təsir eləmir. Risk 600'u qoşmuş. Və biz sonra nə edirdik? Bundan sonra da bir dənə stabilizator qoşurduq. Bəzən görsən, məsələn, onu mən şey almışdım qonşudan. Bəzən ölçürdüm, 110, bəzən 110-dan aşağı düşürdü. Çox bərbad bir vəziyyətdə idi. Hətta transformator, dalınca stabilizator belə qoşurdum. Babaq bir çətin hissəsi idi, yəni tələ işləmək. Mən sizin fizik öyrənməyinizə sahib. Bilmirəm, nə maraqlıdır, həvəslidir. Deməli, nə işə yarayır? Gərginliyi artırıb azaltmalıdır. Bu bizim mənim sizə izah elədiyim ən bəsit bir şəkildə məişətli istifadə olunanı. Yaxşı, böyük əhəmiyyətli praktiki şey nədir? Böyük əhəmiyyət nədir? Düşünün ki, Mingəçevirdən dediyim üçün çıxanda 10 kilovoltlarla, 100 kilovoltlarla çıxır. Bizə niyə 220 ilə belə? Orada niyə 220 ilə göndərmir? Tez çalışıyor. Yəni, eyni şeylə, eyni sürətlə çıxır. Yəni, zamana təsir yoxdur. Cihazlarımız olsun, itki olur. Yox, niyə Mingəçevirdən 220 ilə verir? Yolda itirir. Nəfər itirir? Tökə-tökə gəlir ki, 220-dən. Dəyir mənli. Hayır. Gəl faydalanır. Deməli, bax, biz 220 ilə istifadə edirik. Müəyyən bir cərəyan şiddətinin müəyyən bir qiymət var, o qiymətlə istifadə edirik. Bax, mənbənin gücü nə qədərdirsə, mənbə nə qədər güc işlədirsə, bizə də gəlib çatan güc o qədər anda P1, P2 edilişi nədir? Bərabər. Amma bir şey var. Mənbədə, bu mənbə, bu da işlədici deyək də biz istifadə edirik. Mənbədə U1, I1 deyilmi? U çox, I az. Elə? Bizdə isə mənbə Mingəçevir mənbədir. U2, I2. Bizdə isə az, bu isə çox.
Bunu transformator istifadə etməkdən məqsəd nədir? Göndərəndə cərəyan şiddətini azaltmaq. Niyə azaldırlar ki? Onsuz da az göndərir, çoxmu? Küb cərəyan şiddətini azaltmaq. Gəlib sonra bizdə çoxaldırlar. Niyə? I kvadratı RT düsturuna bax. Azalma enerji. Çox istəyər. Aha. Çox istəyərdim. Mənbədə nə edir? Gərginliyi artırır, cərəyan şiddətini azaldır. Elə cərəyan şiddəti 10 dəfə azalsa, ayrılan istilik miqdarı nə qədər olar? Nə dəfə azalır daha 100 doğrusu? dəfə azalar. Amma indi sən də bir anlıq düşün ki, biz istifadə edirik 220 volt, amma çox da, mən dediyimdən çoxdur. Mingəçevir və 220 volt, 220 min volt. Neçə dəfə? 100 dəfə azaldı. Aha, 100 dəfə azaldı. İstilik miqdarı? İstilik miqdarı neçə dəfə azalır? 10 min. Hə, o da səs. 10 min dəfə neynədir? Azaldı. Bax, indi bir anlıq təsəvvürlər ki, əgər aşağı gərginliklə, yəni bizim istifadə ediyimiz şəkildə versələr, yol üstündə Mingəçevirdən gələn belə dedim, naqillər çoxsa əriyib töküləcək, ya da nə bilim, aşırı dərəcə istilik miqdarı gedəcək, çölə, itkiyə gedəcək. Bunu nə üçün istifadə edirlər? İtkini azaltmaq üçün. Gərginliyi orada çoxaldır, cərəyan şiddətini azaldır. Cərəyan şiddətini azaldırsa, kvadratı dəfədə nə edir? İstilik miqdarını azaldır. Bu cərəyan şiddəti o nə qədər şiddətlə getdiyi. Yox, o Sonra sürətli. təzədən U-yə çevirir. Bəli, indi bax, biz də gəlib. İndi məsələn, hardasa bir yolla gələn Bakıya girəndə Çanqaçal deyilən ərazi var. Qaradağ ərazisində. Orada bir mənbə belə dedi, Bakıya paylanmanın ilk mərhələsi oradadır. Məsəl üçün atıram. Mingəçevirdən gəldi 200 min kilovoltuna. Başqa ərazilərdə də varmı bilmirəm. Mənim səhər təbii ki, yetişən oranı görürəm. Orada məsəl üçün 200 mindən saldırıldı 100 minə məsəl üçün. Sonra hissə məsələn hər bir ərazi üçün məsələn Xətai rayonu üçündə məsəl üçün gəliri varmı ərazi elə bilirsə 100 mindən saldı 50 minə belə azalda gəlir artıq məhəllə içərisində demək olar hər bir 5-6 binadan bir dənə həyətdə var. Şeydə var. Bəzilərinin ətrafını bağlayıblar, bəzilərinin sadəcə şeylə bağlayıblar və bəziləri əməli baş tikili edib içərisində bağlayıblar kənarda. Hardasa olmalı buralarda. İndi orada isə artıq azalda gəlib artıq məsələn atıram, ora bilməm nə qədər ilə gəlir. Tutaq ki 2000 ilə gəlir. Elə sonuçda gətirib bizim məişətdə bizə vermək üçün neçəyə azaldılar bunu? 220-yə. Bundur. Deməli, nə üçün istifadə olunan transformator? Gərginliyi tənzimləmək üçün. Neçə növü var? Deyilir ki, 2 növü var. Yüksəldici və alçaldıcı. Yəni gərginliyi tənzimləmək nə deməkdir? Ya artıracağam, ya da azaldacağam. İndi dincəl bir şeyə sonra başlayalım. Nə oldu? Sarışmasa sizə söz deyil istəyirəm ki. Yaxın olanı nədir? Özümü tanımıram. Yaxşı. Dedik ki, transformator nə üçün istifadə olunur? Gərginliyi tənzimləmək. Tənzimləmək neçə cür olur? Ya artırmaq, ya azaltmaq. Ona görə deyir ki, transformatorun 2 növü var. Bir, yüksəldici. Yəni nəyi yüksəldir? Gərginliyi. Yüksəldici. Bir də alçaldıcı. Azaltıcı olsun da belə düşünüyor. Aha. Yəni transformatorun neçə dəfə artırdığını və ya azaltdığını göstərən bir kəmiyyət var. Adına deyilir transformasiya əmsalı. Nə deyirik? İşarə olunur K ilə. K bərabərdir. Bax, bura baxın. Birincidə gərginliyimiz O1, ikincidə gərginliyimiz O2. O1-in O2-yə nisbət. Ya da ki, EHG-lərimiz EHG1, EHG2. Sonra, burada önəmli olan nədir? Ən əsas önəmli olan nədir? Sarğıların sayı. Sarğıların sayı, buradakı sarğıların sayı, bir də buradakı sarğıların sayı. N1 bölü N2. Bir də cərəyan şiddətlərimiz. Bərabərdir nəyə? Ha? Elə deyik, konspekt? Ha? Konspektdə o yoxdur. Var, i2-nin i1. Yoxdur. Niyə i'ləri tərs getdi ki?
Niyə i təsvir etdi Çünki ki? onları təhs aslında. Bir çox anda P təhs olur. sabit olmalıdır, bəli, güc sabit isə uğurlar iləriniz olmalıdır. İndi bax, bu ümumi tənliyimiz transformasiya əmsalı. Elə? Görək, yüksəldici transformatorda nə olur, alçaldıcı transformatorda nə olur? Yüksəldici transformatorda sonraki əvvəlkindən çox da azdır. Çox. Çox. U2, U1-dən Çox. çox. Və ya N2, N1-dən Sağlayan saytar. çox. Aha. EHG2, EHG1-dən Çox. I2, I1-dən Kiçik. aha. Burada K1-dən böyük olar, kiçik olar Dəniz. Orada i2, yox bir dəqiqə. Ka. i1 i2-dən böyükdür. Ona görə 2 böyük. Yox, i1 böyükdür. i1 böyükdür. Aha. i1 böyükdür mənim. Bir dəqiqə gözləyin. i1 böyükdür, siz onu alırsınız. Elə deyil, elədir də. Mən K-nı istəyirəm. Hə, birdən kiçikdir. Niyə? Çünki i1 böyükdür, aşağı düşür, o da yuxarı düşür. Mənim yüksəldicin demişsiniz. Aha. Düz deyirsən də, mən elə görürsən şey deyirsən. Aha. Sonra arasında da. Nə? Ka. Aha. Hə, so. Yəni sonuç K. Birdən kiçikdir də mənim. Bəli. Siz də elə deyirsiniz ki. Belə Sən şikayətçisən, hə, bu. Nasıl almışdı diyor, niye ne diyorsun? Vallahi mənəm Yox, də deyiləm, imtahandan sonra elə deyiləm. özgüvən getdi. Sizə fizilə görə sonra rədd edəcəklər. Yaxşı. Onda mən yüksəlici transformatorda təbii ki, bax, yüksəltmək üçün əsas nəyi yüksəldi Balcan xanım? Gərginliyi. Yüksəlici transformatorda sonraki gərginlik əvvəlkindən çox olur. Ona görə K1-dən kiçikdir. Alçaldıcı transformatorda son gərginlik nə olmalıdır? Az. U2, U1-dən kiçikdir. N2, N1-dən kiçikdir. Niyə ikincidə azdır? Çünki ikincidə sarılan sayı azdır. EHG2, EHG1-dən azdır. Və i-də nə olacaq? İlki böyük. Bəli. K da 1-dən nə? Böyükdür. Böyük. Müəllim, bəs eyniyə? Ha? Eyniyə. Yaranan indeks EHG-dən. Burada cərəyan dəyişməsi nəticəsində burada EHG yaranır. Bu EHG-nin yaranması nəticəsində maqnit sahəsi dəyişir. Bir dənə də burada yaranır. Oldu. Burada sarğı sayı çoxdur deyə burada EHG çoxdur. Məsəl üçün ki, yüksəldicidə burada sarğı sayı azdır deyə EHG-də azdır. Oldu mu? Var mı çətinlik? Çünki biz EHG-yə nə yazmışdıq? BS bir dənə də vuruduq sarğılan sayına. Oldu? Qeyri-adi bir şey var. Hə? Əminsiniz? 100%. Yaxşı. İndi baxaq ki, uşaqlar, bir dənə orada bizə nə deyir? Əgər ideal sarğac qəbul edərsək, ideal transformator qəbul edərsək, P1, P2-yə nədir? P2-yə bərabər. Amma heç vaxt ideal deyil. Yəni, bu demək ki, P1-in P2-yə bərabər olması faydalı iş əmsalının 100% olması deməkdir ki, belə bir qurğu, belə bir sxem, belə bir mexanizm yoxdur. Yəni, hər yerdə bir itki var. Burada itki nəyin nəticəsində yaranır, uşaqlar? Polad biraz özündə saxlayar da ötülərin içində. Yox. Ha? Bəli, sarğac özü bir naqildir də. Biz nə qədər də öz aramızda desək ki, bunun aktiv müqaviməti nəzərə alma, amma nəzər müqaviməti var axı bunun. İ kvadratı RT qədər cərəyan istilik miqdarı ayrılır. Nə qədər desək ki, alma, yenə almalıyıq. Ona görə həmişə, yəni reallıqda P1 P2-dən böyükdür. P1 P2-dən böyükdür. Yəni burada ayrılan şey bildirir, buradakı güc, buradakı gücdən böyükdür. Çünki bura gedib çatana qədər müəyyən qədər istilik miqdarı ayrılır, yəni ki, enerji itir. İndi faydalı iş əmsalını nə tər yazarıq? Nəyə nisbət olar? Sonun əvvəli. Hə? O da axırıncının əvvəlkinə nisbətə P2-nin. P2 bölü Deməli, etanın deyək, eta bərabərdir, bəli, P2 bölək P1 bura 100%. Ya faydalı şəmsal 100'dən belə olur yani. Heç 100 də olmur. 100 olmuyor. Faydalı şəmsalın 100-dən böyük olması o demək ki, 100 manat qoydun sağ cibinə, sonra bir 10 dəqiqədən sonra 110 manat çıxartdın. Yox, mağazindən girdin, alış-veriş elədin, 110 manatın qaldı. Elə bir mexanizm yoxdur mənim. Bilmirəm ki, varsa da mən bilmirəm. Olsa mənə də xəbər et. İfra keçicilərdə istilik ayrılmışsa, 100% olmazlar. İfra keçicində normal şəraitdə almaq olmur da. Hə,
temperatur. Və ya onu o temperatur qədər soyutmaq üçün sərf edəcəyin enerji oradan alacağın qazancdan daha böyükdür. Yəni adi soyucu belə tuqa taxanda belə lor diləsə, işıq pulu yazır, lor dilə belə deyir. Yəni hələ bu bizim soyucular maksimum 18 sərf etmək, 18 dərəcə Selsiyə qədər soyudur. Dərin dondurucular nədir bilmirəm. Məndə 260-lara qədər soyudan nə var? İndi bunu biz U-larla yazası olsam uşaqlar, U-larla, I-lərlə yazası olsam 12 2. aha, O 1 2. U1, I1. Oldu. Bura 100. Bax, bir dənə də K üçün belə bir şey deyil. Biz hal-hazırda belə deyirik. Bu transformator boşda işləyir. Yəni boşda, yəni heç bir işlədiciyə qoşmamışıq. Bunu aparıb kombiyə qoşacağıq. Belə deyil. Kombiyə qoşsaq nə olur? Faydalı işləmçə nə olur? Faydalı işləmçə nə idi? Transformasiya əmsalı nə olur? K bərabər. Nə yazdıq bu yaxdan? O1 bölü U2 deyilmi? U1 bölü U2 üstə gəlinmiş. Üstə gəlinmiş. Bax, İyi. amma R nə? Mənbənin. I2 bura R2. R2 burada nədir? R2 nədir? İkinci sarğacın müqaməti, daxili müqamət deməkdir, müqamət. Həm ikinci rəngdə, həm Böyük yer niyə olmuş müəllim? Ha? Böyük yer niyə olmuş? Sən orada çox kiçikdir müqamət. Bu niyə də oldu ki? Niyə elə oldu? Normalda nətə yazılıb? Bu üstəcə bu belə bu deyildimi? Bu boşuna işləyirdi. Yəni heç bir işlədiciyə qoşmurdu. Buradan tutaq ki, bu qədər gərginlik gəlmişdi, buradan bu qədər gərginlik çıxırdı. Ha? Elə ki, bu bizim itkimizdir də. Bu bizim sanki belə düşün ki, itkimizdir. Oldu. Çətindirmi? Gözəl. Yəni, işlədici məsələn qoşduğum, biz məsələn mənbədən gəlir bu, kombi alır bunu, bu isə 2-dir. Belə Bəs bu üstə gəldi. Bəs üstə gəldi. Nə olmalıdır ki, bu transformatörün əmsalını eləmək üçün, biraz da eləmək üçün nə olmalıdır ki? Hə, getməz üçün məxədən qaldı, hə? Oldu. Var mı çətinlik? Nə qaldı orada dəyişən cərəndə? Bu qaldı, nə bilmirəm. Məndə 2-6 kök falan demiş olan bir şeylər var. Dinlə. Bizim bu təsir edici qiymətdir də, hə? Hə, O demək istiyorum. kesə də şey. Nətər demək? Mən o şeydə buna aid məsələ işləmişsən, nətər yəni demək? Söz məncə bitdi. Bu da çox az verim boş işləyir də. Bura keçmir işi. Keçir testlərə baxma. Tamam. Saxla videonu.